Bugün fiziki kimyəvi hadisələr və sonda bir neçə test sahına baxacağıq. Fiziki və kimyəvi hadisələr deyəndə nə nəzərdə tutulur? Baxın, biz gündəlik həyatımızda suyun buxarlanmasını, donmasını, yeməyin bişməsini, südün turşuması, dəmirin paslanmasını müşahidə etmişik, düzdürmü? Hər birimiz gözümüzdə canlandırırıq bu hadisələri. Bəs yaxşı, kimya elmini öyrənəndə, burada fiziki kimyəvi hadisələr deyəndə biz tutaq ki, dəmir paslanıbsa, onu fiziki hadisəyə aid etməliyik, yoxsa kimyəvi hadisəyə aid etməliyik? Bunu aydınlaşdıraq. Baxın, fiziki hadisə zamanı maddə başqa maddəyə çevrilmir. Yəni, bir maddədən yeni bir maddə alınmadı. Bu zaman aqreqat hal dəyişə bilər, forma dəyişə bilər, ölçü, həcm və s. dəyişə bilər. Ancaq tərkib dəyişməyəcək. Ancaq kimyəvi hadisə zamanı mütləq bir maddədən başqa bir maddə alınır. Tərkib dəyişəcək. Baxın, burada fiziki hadisələrə aid buzun əriməsini, elektrik enerjisi ilə işığın yanmasını misal göstəriblər. Kimyəviyə isə odunun yanması, dəmirin paslanmasını misal göstəriblər. İndi gəlin, hər birinə aid nümunələri nəzərdən keçirək. Fiziki hadisələrə aid nümunə. Baxın, hal dəyişməsi, buzun əriməsi. Biz bilirik ki, bərk maye qaz aqreqat hallarından danışdıq əvvəlki dərsimizdə və orada hər bir çevrilmədə ad var idi. Bərkdən maye ərimə, mayədən qaza buxarlanma, qazdan maye kondensasiya, mayədən bərkə donma, bərkmə də deyilir, bərkdən qaza sublimasiya, qazdan bərkə desublimasiya adlandı. Burada buz əriyib, onun aqreqat halı dəyişib. Ancaq tərkibi dəyişmədi. Su idi, bərk haldan keçdi maye aqreqat halı. Tərkib dəyişdi, H2O çevrilib H2SO4 olmadı ki, HNO3 olmadı ki, düzdürmü? Nə tərkib dəyişmədi? Nə də ki, tərkib dəyişmir deyəndə onun içərisindəki elementlər, formul dəyişmədi, düzdürmü? Sadəcə aqreqat hal dəyişdi. Sonra, kağızın cırılması. Biz kağızı, tutaq ki, əlimizdə bir sənəd var, onu səhvən necə oldusa cırıldı. Geri qaytara biliriksə, düzdürmü? Hər hansısa bir yolla onu birləşdirə bilərik. Ancaq tutaq ki, həmin o kağız yandı. Yandığı zaman geri dönüş var. Artıq biz bunu geri qaytara bilərik? Yox, əlbəttə. Əgər geri dönüş varsa, bu fiziki hadisə olacaq. Yox, geri dönüş yoxdursa, artıq kimyəvi hadisə olacaq. Kağızın cırılması bu fiziki hadisəyə aiddir. Çünki iki hissəyə ayrıldı və yaxud da ki, bir neçə hissəyə ayrıldı, düzdürmü? Tərkib dəyişmədi axırda. Sonra, elektrik enerjisi işıq və istilik enerjisinə çevrilir. Burada lampanın materialı dəyişmir. Və yaxud da ki, top hərəkət edir, sürətlə hərəkət edir. Həmin o topun, cismin vəziyyəti, sürəti dəyişdi. Burada top dəyişdi. Yox, eyni top idi da. Tutaq ki, mən qırmızı bir topla futbol oynayırdım, dəyişib göy rəngi oldu və yaxud da ki, basketbol topu ilə oynayan yerdə bu futbol topuna çevrildi. Yox. Sonra fiziki hadisələrə başqa misallar göstərək. Sublimasiya. Sublimasiya bayaq dedik nə idi? Bərkdən qaz aqreqat halına keçmək idi. Məsəl üçün, burada quru buzun şəkildə göstəriblər, belə deyim. Quru buz ərimədən birbaşa qaz aqreqat halına keçib. Baxın, bu zaman sanki duman əmələ gəlir. O qabın içərisindən ki, birbaşa qaz aqreqat halına keçir, duman əmələ gəlir. Biz bunu özümüz də kinolarda müşahidə etmişik. Misal üçün, sehirli kinolar olur. Sehirli kinolarda qazanın içərisindən buxar çıxır. Duman çıxır, belə deyək, tüstü çıxır. Bu nədir? Baxın, quru buzu orada görmüşük. Sadəcə o dumanın oradan necə çıxmasını, səbəbini bilmirdik. İndi isə öyrənmiş olduq. Sonra həll olma. Hər gün, hər səhər demək olar, biz özümüzə şirin çay hazırlayırıq. Şəkəri suda həll edirik. Baxın, burada şəkər suda həll olur, qarışır. Bəs yaxşı, şəkərin formulu, tərkibi dəyişir? Yox, əlbəttə, dəyişmir. Biz əgər şəkərlə suyu qarışdırsaq, daha sonra onu buxarlandırsaq, su buxarlanacaq, tutaq ki, şəkərimiz qaynar və yaxud da kristallaşdırma ilə ayırsaq, burada tərkib dəyişmədi, axı yenə biz şəkəri əldə eləyə bilirik. Maqnitləşmə. Demək, maqnetin təsiri ilə dəmir mismar müvəqqəti olaraq maqnit xassəsi qazanır. Bu zaman tərkib dəyişmir. İşığın sınması. Bəlkə də müşahidə etmişsiniz. Stəkanın içərisinə bir qələm qoysaz, içərisində solan stəkan. Orada işığın sınması ilə əlaqədar olaraq neyinir? Qələmi sanki iki hissəyə bölünmüş kimi görürük kənardan baxanda. Burada nə oldu?
işığın hava və su mühitindən keçərkən qırılması, sınması nəticəsində yaranan optik illüziyadır. Qələm bütöv qalır. Sadəcə biz kənardan baxanda elə bilirik ki, iki hissəyə bölünüb. Bunların hansında tərkib dəyişdi? Əlbəttə ki, heç birinə dəyişməyib. Demək nədir? Fizikidir. Baxın, diffuziya. Diffuziya nədir? Fizika demək olar ki, kimya olan bütün qruplarda var. Ona görə məlumatımız var diffuziyada. Ətrin yayılmasından danışaq. Baxın, əgər biz ətrin tutaq ki, qapağını açıq qoymuşuqsa, nə edir? O havada yayılmağa başlayır. Onun ətrin iyi bütün otağı belə deyək bürüyür də, düzdürmü? Ətir molekulları havada hərəkət edir, otağa yayılır. Burada maddənin tərkibi dəyişdi? Yox, dəyişmədi. Sadəcə o hava molekulları ilə qarışdı. Sonra cazibə qüvvəsi. Baxın, almanın düşməsi. Yer kürəsinin cazibə qüvvəsi nəticəsində alma öz yerini dəyişdi. Burada almanın tərkibi dəyişdi? Yox, dəyişmədi. İstidən genişlənmə. Biz əvvəlki dərsimizdə metallar, qeyri-metalları öyrənəndə dedik ki, metalların demək olar ki, bir dənə civəni çıxmaqla digərləri bərk halda idi. Civə nə idi? Maye aqreqat halda idi. Və hər birimiz bilirik ki, evdə istifadə etdiyimiz termometrin içərisində civə var, düzdürmü? İnsanın tutaq ki, temperaturu, bədən hərarəti qalxdı. Nə oldu? Burada görürsünüz, civə artıq hərəkət edir. Orada şkalada artıq yuxarı rəqəm göstərir. Temperaturun qalxdığını oradan bilirik. İsti otaqda, yox da ki, otaq temperaturunu ölçən termometrlər var da, isti otaqda civə və ya spirt burada verilib ki, həcmini artıraraq yüksəlir. Həcmini artıraraq yüksəldi. Baxın, molekul arasında məsafə artdı. Soyuqda neynədi? Sıxıldı. Molekul arasındakı məsafə azaldı. Sonra aqreqat halının dəyişməsini, yenə burada nədir? Çaydan qaynayır və pəncərəmizdən görürük ki, tutaq ki, qışda əsasən müşahidə edirik də. Soyuq hava var axı. Gedir pəncərəyə toxunur həmin o su buxarları. Sonra damcı şəklində pəncərəmizdən belə deyək, aşağıya doğru süzülür. Sonra baxın, indi gəlirik kimyəvi hadisələrə. Bayaq dediyimiz kağızın cırılması idi və yaxud da ki, suyun donması idi, əriməsi idi, quru buzun sublimasiyası idi. Bunların heç birisində tərkib dəyişməmişdir. Sadəcə forması, aqreqat halı və topun hərəkətini gördük biz. Forma dəyişdi, aqreqat halı dəyişdi, düzdürmü? Tərkib dəyişmədi. İndi kimyəvi hadisələrə baxırıq. Əgər bir maddədən yeni bir maddə alınırsa, bu artıq nədir? Kimyəvi hadisədir. Kimyəvi hadisələr, kimyəvi reaksiyaları əsasən rəngin dəyişməsi, çöküntünün alınması, iyin çıxması, qazın əmələ gəlməsi ilə müşahidə edə bilərik. İndi bunlara aid bir neçə nümunəyə baxaq. Həmçinin kimyəvi reaksiyaların getdiyini hardan bilirik? İstilik ayrılır və yaxud da ki, udulur. Burada işıq ayrılacaq, alov görünəcək və yaxud da ki, özümüz bir neçəsinin adını bilirik. Yanmadır, çürümədir, qıcqırmadır. Bunlar nədir? Kimyəvi hadisələrdir. Amma hidrolizdir, oksidləşmədir, korroziya, paslanma. Yəni bu kimi sözlər də eşitsək, elektroliz, hidroliz, korroziya, yanma, oksidləşmə, bunlar artıq nədir? Kimyəvi hadisələrdir. Yəni burada artıq tərkib dəyişəcək. Yaxşı, bunları nəzərimizdə saxlayaq. Yanma, kibritin yanması. Kibrit başlığı və yaxud da ki, odun oksigenlə reaksiyaya girir, istilik, işıq və kül əmələ gəlir. Tutaq ki, bir kibrit yandı. Biz onu əvvəlki vəziyyətinə qaytara bilirik? Yox, qaytara bilmərik. Və yaxud da ki, meyvə çürüdü. Çürümüş meyvəni əvvəlki sağlam halına gətirmək mümkündür? Əlbəttə ki, xeyr. Və yaxud da ki, dəmir paslandı. Paslanmış dəmiri əvvəlki halına gətirə bilərik? Yox. O getdikcə öz keyfiyyətini itirəcək. Qazın ayrılması. Baxın, evdə şirniyyat bişirərkən hər halda müşahidə etmişsiniz. Çay sodasından istifadə edirlər, sirkədən istifadə edirlər, düzdürmü? Bu zaman nə baş verir? O başlayır köpüklənməyə. Sanki qaz ayrılır oradan. Yəni qazın ayrıldığını siz köpüklənməklə müşahidə edirsiniz. Bax, qazın ayrılması. Soda ilə sirkəni bir-birinə qarışdırdığımız zaman oradan qaz ayrılır. Kimyəvi reaksiyanın getmə əlamətlərindən biridir. Və yaxud da ki, yemək bişir. Yemək bişdi. Biz onu əvvəlki halına gətirə bilərik. Baxın, burada nümunə olaraq yumurta verilib. Yumurta bişdi. Bişəndən sonra, yox, mən bunu istəmirəm, əvvəlki kimi olsun deyə bilirik, yox.
Allah bu nəyə döndü? Cırtdanın bir nağılı var. Nənəsindən ayağına tikan batır deyəsən, tikanın nənəsinə verir ki, çörək bişirsin. Bir müddət keçir, gəlir ağlayır ki, mənim tikanımı qaytar. Nənə də onun yerinə çörək verir. Sonra çörəyi gedir çobana verir. Çoban alır, bir müddət sonra deyir ki, yox, mən çörəyimi istəyirəm. Çörək əvəzinə gedir, çobandan qoyun alır. İndi tutaq ki, biz yumurtanı bişirmişik. Deyirik ki, mən istəmirəm yumurta yemək. Və ya da bişib artıq hazırdır. Yarısını yemişəm, yarısı qalıb, deyirəm bu bütöv olsun. Əvvəlki halına qalsın. Qayıda bilərmi? Yox, əlbəttə, qayıda bilməyəcək. Yoxdur ki, oksidləşmə. Baxın, hər birimiz müşahidə etmişik. Almanı doğradıq, düzdürmü? Tutaq ki, kəsdik və ya da dişlədik, qoyduq. Ki, hə, işim çıxdı, gedim, gəlim, sonra yeyərəm. Biz burada görürük ki, bir müddət sonra o artıq qaraldı. Hə, almanın qaralmasını müşahidə elədik, düzdürmü? Bir müddət keçdikcə artıq bu rəng daha da tündləşəcək. Baxın, buna səbəb nədir? Kəsilmiş almanın tərkibindəki maddələr havadakı oksigenlə reaksiyaya girir və burada qəhvəyi pigmentlər əmələ gəlir. Bu oksidləşməni göstərdi. Sonra qatığın hazırlanması. Baxın, südün içərisinə azca qatıq tökdüyümüz zaman, əlavə etdiyimiz zaman nə olur? O artıq süd çevrilir nəyə? Qatığa. Demək, bakteriyaların təsiri ilə süd şəkəri, gələcək dərslərdə inşallah öyrənəcəyik. Laktoza süd turşusuna çevrilir. Nəticədə süd laxtalanır. Siz bu qədər dərinliyi bilməyə ehtiyac yoxdur. Bilməyinizə ehtiyac yoxdur. Yəni sadəcə bilsəz ki, qatığın hazırlanması, mayalanma, belə deyək, bişmədir, oksidləşmədir, yanmadır. Hələlik ilkin anlayışlara görə deyirəm. Qıcqırmadır, paslanmadır, korroziyadır, kimyəvi hadisədir. Testləri işləyə biləcəksiniz. Sadəcə mən daha aydın olması üçün bir neçə nümunə əlavə etmişəm bura. Onlar haqqında məlumat verirəm ki, gözümüzdə canlandıraq. Yəni kimyadan qorxmağa ehtiyac yoxdur. Kimyanı başa düşdükcə, yəni əslində ətrafımızda olan hadisələri müşahidə etdikcə, onların səbəbini araşdırdıqca görürük ki, bu hamısı demək olar ki, kimya ilə əlaqəlidir. Ona görə də qorxmayın kimyadan. Yavaş-yavaş mövzuları öyrəndikcə artıq sizin üçün hamısı rahatlaşacaq. Sadəcə səbirli olun, təmkinli olun, rahat şəkildə mövzuları dinləyib, hər mövzunun sonunda testləri işləməyə çalışın. Sonra yanma. Baxın, şamın yanması. Burada nə baş verdi? Yanma. Demək ki, həm karbon qazı ayrıldı, su buxarı ayrıldı. Neynir işıqlarımız keçdiyi zaman? Gətirib şam yandırırıq. Şam neynir? Otağı işıqlandırır. Baxın, işıq ayrıldı. Və yaxud da ki, əlimizi birbaşa yaxınlaşdıra bilərik onun yuxarı səthinə. Yox, istilik ayrılır oradan. Sonra burada nə var? Sonra fotosintez. Baxın, bitkilərdə fotosintez prosesi baş verir. Onlar bizim xaric etdiyimiz karbon qazını udur, özləri isə bizə nə edir? Təmiz hava, oksigen qazını verir, düzdürmü? Bitkilər günəş işığı, su və karbon qazından istifadə edərək nə edir? Qlükoza və oksigen sintez edir. Qıcqırma. Üzümdən şərabın hazırlanması. Baxın, qıcqırma, gördünüz? Maya göbələkləri şəkəri parçalayır, spirt və karbon qazına çevirir. Sonra neytrallaşma reaksiyası. Bizim mədəmizdə xlorid turşusu var, düzdürmü? Və bəzən insan deyirlər, mədəm qızqırdı, mədəm yanır. Nəyə görə? Bir turş olan yeməklər, tutaq ki, pomidor yeyirsə, turş bir meyvə yeyirsə, bir müddət sonra deyir ki, mədəm yandırır. Mədəm qızqırdı. Baxın, belə sözlər eşidirik, düzdürmü? Onu neytrallaşdırmaq lazımdır. Neytrallaşdırmaq üçün artıq o turşu mühitə qələvi mühit əlavə etmək lazımdır ki, zəif qələvi mühit əlavə etmək lazımdır ki, neytrallaşma olsun. Yəni bizim belə deyək də mədəmizdəki o yanğı hissi keçib getsin. Neytrallaşma reaksiyaları belədir. Turşu ilə əsas reaksiyaya girir, duz və su alınır. Sonra yanma, təbii qazın sobada yanması. Baxın, təbii qazın əsas tərkib hissəsini metan təşkil edir. Metan CH4 kimi yazılır. Bunu üzvü kimyada inşallah keçəcəyik. Oksigenlə reaksiyaya girir. Buradan karbon qazı və su buxarı əmələ gəlir. Daha sonra gəlindi bir neçə test izahını nəzərdən keçirək. Birinci sualdır.
Hansı halda kimyəvi hadisə baş verir? Kimyəvi hadisə nə idi? Maddənin tərkibi dəyişməlidir. Baxın, bir də bir şey qeyd edeyim sizə. Biz ayrılma üsullarını keçdik, düzdürmü? Buxarlandırma, kristallaşdırma, distillə, xromatoqrafiya, süzmə, durutma və s. Bu ayrılma üsullarını harda görürsünüz? Fizik hadisədir. Aqreqat halının dəyişməsini harda görürsünüz? Fizik hadisədir. İndi baxın, deyək ki, birincidə maye havadan oksigen alındıqda. Hava nə idi? Qazlar qarışığı, düzdürmü? Havanın tərkibində azot qazı var, oksigen qazı var, karbon qazı var, müəyyən qədər təsirsiz qazlar var. Baxın, havanın tərkibində, qarışığın tərkibindən onun içərisində olan hər hansısa bir maddəni, yəni oksigeni ayırıram. Bu hansına aiddir? Əlbəttə ki, qarışıqların ayrılma üsullarına aid olacaq. Nədir? Demək ki, fiziki hadisədir. Suyun buxarlanması, əriməsi, donması bunlar fiziki idi. Amma kimyəvi soruşduğuna görə bizdən. Baxın, elektroliz. Bayaq nə dedim? Elektroliz, hidroliz, paslanma, korroziya bu sözləri harda görsəz, oksidləşmə, yanma bilin ki, kimyəvidir. Sonra 3-ə baxaq. Fiziki hadisəni müəyyən edin. Oksigenden suyun alınması. Baxın, oksigenden su alınıb. Tərkib dəyişib, gördünüz, burada kimyəvi hadisədir. Hidrogenden suyun alınması, yenə kimyəvi hadisədir. Südün turşuması, turşuma kimyəvi hadisədir. Aha, suyun buxarlanması fizikidir. Dəmirin paslanması yenə kimyəvidir. Sonra baxın, bu 5-cidə artıq sol və sağ tərəfi bərabərləşdirmək lazımdır. Solda nə qədər karbonumuz var? 2 vurulsun x qədər. Sağda nə qədər karbonumuz var? 8 dənə. Soldakı elementlərin sayı sağdakına bərabər olmalıdır. X-i 4 tapdıq. Demək, S 4 imiş. Hidrogen sayına baxaq. Hidrogen sayı burada da 2y-dir. Burada da 2y-dir. Düzgün tapa bilmərik. Oksigenden hesablayaq. 11 vurulsun 2 elədi. 22 dənə oksigen solda. Sağda nə qədərdir? 2 vurulsun 8. Baxın, 8-i 2-yə vurdum 16. Üzərinə nə gəlmişəm? Y qədər oksigen var. Bax, oksigenin indeksində 1 var. 1-i y-ə vuranda elədi y. Demək ki, burada 10-u silim. 222 mi? Oxuyarsınız birdən. 22 bərabərdir 16 üstə gəl y-ə. Y-i buradan nə tapdıq? 6. Demək ki, bizim y-imiz 6-ya bərabərdir. Artıq hidrogen sayını müəyyən etmək olar. 6 vurulsun 2, 12 hidrogen sağda var. Solda da 12 hidrogen olmalıdır. Solda nə qədərdir? 2 vurulsun y, y-in də yerinə 6 yazıram. Həqiqətən 2 vur 6 bərabərdir 12-yə. Demək, birləşməmiz nə oldu? C4H6 tapdıq. Sonra gəldik bura. Yenə 6-cı sualda fizikinin aşağısından fizikiyə aid olanı, kimyəvinin aşağısından kimyəviyə aid olanı seçməliyik. Baxın, fiziki, ərimə fiziki ola bilər, bəli, amma yanma kimyəvidir, getdi. Sublimasiya fiziki ola bilər, bəli, amma oksidləşmə kimyəvidir, qıcqırma kimyəvidir. Bu hissədə nə qaldı? Baxın, bu variantları siləndən sonra iki variant arasında qaldıq. A və C. Kimyəvi deyəndə nə götürürük? Bərkimə, mayedən bərki keçmək idi. Bu kimyəvi deyil, fizikidir. Çıxdıq. Elektroliz və sublimasiya. Bu nədir? Doğru cavabımız oldu. Burada 8-də. Deyir ki, 4-cü oxla göstərilən hadisənin adı. Bərkdən maye, ərimə, mayədən qaza buxarlanma, qazdan üzr istəyirəm. Qazdan maye, kondensasiya, mayədən bərkə nədir? Donmadır. Sonra gəlirik burada rahatdır. 11-i bayaq demişəm bu tipdə. Aqreqat hallarının dəyişməsini ona görə bilərsiniz. Su, buz. Su, buzda nə oldu? Maddəmiz, yəni suyumuz maye aqreqat halından keçdi bərk aqreqat halına. Suda axı istisnamız var idi. Deyirdik ki, suyun götürdüyü, tutaq ki, hava istidir, biz suyumuzun içərisində buz atmışıq. Buz atdığımız zaman nə olur? Buz suyun üzərinə çıxır. Demək ki, bərk halda suyun sıxlığı daha azdır. Sıxlıq neynədir? Sıxlıq azaldı. Sudan buza keçəndə. Sıxlıq azalır götürürəm. Ancaq dedik ki, soyuducuya su qoyduğumuz zaman biz gəlik onu şüşə stəkanda qoymayaq, şüşə qabda qoymayaq. Nəyə görə? Çünki o bir müddət sonra qırıla bilər donduğu zaman. Donanda nə baş verir ki, həcm artır. Həcm artır, qabın divarlarına təzyiq göstərir və beləliklə həmin o qabın qırılmasına gətirib çıxarır. Həcm də dəyişir, düzdürmü? Bunlar demək 2 və 4-ü götürəcəyik. Sonra amma tərkib dəyişmədi. 14-də baxın, deyir, fiziki hadisəni müəyyən edin. Fenolun əriməsi. Ərimə fizikidir, bəli. Nişastadan qlükozanın alınması. İndi
Nişastanın formulu başqadır, qlükozanın formulu başqadır. Hələ tanımırsınız, ancaq birinci bu kimyəvi olacaq, tərkib dəyişdi. Kartofdan nişastanın alınması. Baxın, bunu biz evdə özümüz də müşahidə etmişik. Tutaq ki, kartofu soyduq, doğradıq, qoyduq suyun içərisinə. Bir müddət sonra görürük ki, həmin o su bulandı. Şəffaf olan su artıq bulanıqdır. Burada nə baş verib? Kartofdan nişasta ayrılıb, suya keçib. Bu onda nə olacaq? Fiziki olacaq. Yəni tərkib dəyişmədi ki, sadəcə suya keçdi. Yerini dəyişdi, belə deyək. Sonra fiziki hadisələri müəyyən edin. Şəkərin doymuş məhlulundan kristallaşıb ayrılması. Baxın, kristallaşma üsulu nədir? Qarışıqların ayrılma üsullarına aiddir, fizikidir. Sonra qlükozanın spirtə qızqırması, qlükozanın formulu başqa, spirtin formulu başqa, kimyəvi oldu. Neftdən mazutun alınması, qarışıqların adını çəkəndə nə dedik? Neftin balalarıdır. Benzin, liqroin, kerosin, qazoil, mazut bunlar nəyə aiddir? Neftin tərkibində olan, belə deyək, hissələrdir və əgər neftin içərisindən mazutu ayırıramsa, bu fraksiyalı distillə vasitəsilə olacaq. Distillə də nədir? Qarışıqların ayrılma üsullarına aiddir. Ona görə fizik olacaq burada. Baxın, havadan oksigen, oksigendən su, sudan su buxarı. Havadan oksigen alınanda hava qarışıq idi. Onun içərisindən oksigeni çıxartdılarsa, bu oldu fiziki hadisə. Oksigendən su alınırsa, artıq O2-dən H2 alınıb. Əvvəldə də qeyd etdim, tərkib dəyişdi. Kimyəvi hadisə oldu. Sudan su buxarının alınması tərkib dəyişmədi axı, sadəcə maye aqreqat halından keçdi qaz aqreqat halına. Burada da fiziki hadisə olacaq. Sonra burada 18-ci sualda. Baxın, maddəmiz deyir, hansı reaksiya sxemində bərk kütlənin zamandan asılı olaraq dəyişməsi verilib. Kütlə artıb. Biz burada kütlə artıb birləşmə reaksiyasını götürək. Bu parçalanmanı çıxaq. Nəyə görə? Baxın, burada məsəl üçün qaz ayrılıb, qaz ayrılanda parçalandığı zaman bu qaz çıxıb getməli idi. Yəni maddəmizin kütləsi azalacaq. Və bizə deyir, bərk kütlənin zamandan asılılıq qrafiki, sonunda demək ki, bizim bərk maddəmiz alınır. Harda da bərk maddə? Baxın, burada. Bura nəyə misal göstərə bilərik? Kalsiumun oksigenlə reaksiyasından kalsium oksidin alınması. Kalsium bərk maddə idi, tutaq ki, 40 idi. Bu isə 56 oldu. Tərkib dəyişdi, həmçinin miqdarı da artdı. Burada isə azalacaq. Azalanda nəyə götürək? Artıq bir maddə çıxıb ki, burada azalma baş verib, parçalanmanı götürə bilərik, düzdürmü? Burada onda birləşmələri çıxdıq. Parçalansın, bərk maddə qalsın. Burada bərk maddə yoxdur. Burada, baxın, ikisi də qazdır. Qaz olanda qrafikimiz belə aşağıya qədər düşməlidir. Çünki bərk maddəmiz qalmayıb, baxın. Burada isə C-də bir bərk maddə, bir qaz alınıb. Demək ki, müəyyən qədər mənim bərk maddəm var idi. Oradan qaz ayrılanda, baxın, bu azalma var idi. Qazın çıxmasını müşahidə edə bilərik bəzi məsələlərdə bu azalmaya görə. Nədir? Azaldı. Demək ki, buradan qaz çıxdı, getdi. Amma yenə müəyyən qədər bərk maddəmiz qalıb. Burada nə deyir? Deyir, laboratoriyada X, Y və Z maddələrinin analizindən aşağıdakı nəticələr hasil olunur. X-in tərkibi azot, oksigen, karbon qazlarından ibarətdir. Bu qazlar havada var və hava nədir? Homogen qarşıdır. Amma bizə burada deyil, müxtəlif cinsli qarşıdır. Bunu çıxdıq. Sonra Y-in tərkibində kakao, yağ və karbohidrat var. Baxın, formullar tamam fərqli olur və bunlar hamısı bir yerə yığılıbsa, bu qarışıqlara aiddir. Saf maddədir, yanlışdır. Sonra deyir, Z maddəsi oksigen molekullarından ibarətdir. Əgər yalnız oksigen molekulları varsa, o saf maddədir. Bəli, yalnız üçüncü olacaq burada doğru cavab. 21, 22 bu bayaq izah elədiklərimiz kimidir. 23, 24 fizik kimyəvi hadisələrlə bağlıdır. Görün, fərqli anlayış varmı? Yox, yanmadır, sublimasiya, paslanma demişik. Bunlar getdi. Baxın, 25-ə baxaq. 25-də nə dedik? Burada bax, cracking var. Bayaq mən deməmişdim. Cracking kimyəviyə aiddir, sublimasiya fizikaya aiddir, oksidləşmə kimyəviyə aiddir, distillə isə qarışıqların ayrılma üsullarına aiddir, fizikidir. Hansı proseslərdə maddələrin kimyəvi tərkibi dəyişmir deyəndə fiziki hadisə baş verməlidir. Burada sublimasiyanı və distilləni götürərik. Burada, baxın, əvvəl hissə məlumatlı xarakterlidir. Sonda gələn hissə bizə lazımdır. Bu hissə nədir? Deyir, tərkibində kükürdün kütlə payının maksimum 0,14% olması və bir sıra digər mühüm göstəricilərə malik olduğuna görə bu neft markası dünya bazarında yüksək keyfiyyətli xam mal hesab edilir. Doğru ifadələri müəyyən edin. Baxın, neftdən söhbət getdi, düzdürmü? Neft nə idi? Eyni cinsli qarışıq idi. Neftin su ilə qarışığı müxtəlif cinslidir. Neft özü isə eyni cinslidir. Ona görə birinci doğru olacaq. Deyir, 20 ton bu neftin tərkibində maksimum 28 kiloqram kükürt var. 20 tonun neftimiz var, düzdürmü? Bu 20 tonun deyir,
tərkibində kükürdün kütlə payının maksimum 0,14% olması. Demək 20 tonun 0,14%-i nədir? Kükürdür. Biz indi onun 0,14%-ni tapaq. Bunun üçün nə etməliyik? Bir maddəni tutaq ki, 20-nin 14%-ni tapsam, %14-ə vurmalıyım. Amma 0,14%-ni tapıramsa, demək ki, burada sıfırlarımın sayı artacaq. Sonra da burada 14'ü 2'ye vurdum. 20'ye vurdum daha doğrusu 280. Burada da 10.000 oldu. Geldi. İxtisar getdi. 0,28. Biz de kilograma çevirəndə nə etməliyik? Artıq minə vuranda 28 kilogram olacaq. İkinci də doğrudur. Deyir, sabit qaynama temperaturuna malikdir. Axı biz dedik qarışıqlar sabit olmur. Qarışıqların tərkibi dəyişkəndir. Ona görə onun xassələri dəyişkən olacaq. Sonra burada trinitrogliserinin yüksək partlayıcı təsirə malik maddədir. Zərbənin tərsindən partladığı üçün silah istehsalında tətbiq olunur. Partlaması nəticəsində əmələ gələn qazların hər biri havanın tərkibində var. Havanın tərkibində hansı qazlar var idi? Karbon qazı var idi, azot qazı var idi, oksigen qazı var idi, düzdürmü? Su buxarı var idi havada. Deyir ki, buradakı olan qazlarda əmələ gələn qazlar havanın tərkibində var. Partlamasından alınan qazların qarışığı homogendir. Hava nə idi? Qarışıqlara aid idi. Amma biz havaya baxdığımız zaman orada harda oksigen qazı, harda karbon qazı var deyə bilmirik, düzdürmü? Yəni homogen qarışıqdır. Demək birinci doğrudur. Sabit ərimə temperaturuna malikdir. Nə demişdik? Demişdik ki, əgər bir maddənin formulu varsa, o saf maddədir. Saf maddədirsə, əlbəttə ki, onun sabit xassələri olacaq. Sonra deyir, trinitrogliserin qarışıq maddədir. Xeyr, baxın, formulu var. Bu niyə qarışıq olsun ki? Burada fiziki kimyəvi hadisələrlə bağlıdır. Yenə baxım görün fərqli bir söz deyibmi? Yox, deməyib. Baxın, Naxçıvan duzu tərkibində 84 mineral birləşdirən ən faydalı məhsullardan biri hesab olunur. 1927-ci ildən başlayaraq Naxçıvanda dağ yatağından duz çıxarılmağa başlanılıb. Bu yataqdan çıxarılan təbii duzun tərkibində 95% natrium xlorid, 5% isə həll olmayan quru qalıq olur. Neçə ton Naxçıvan duzu artıq miqdar suda həll edilən zaman 250 kiloqram həll olmayan hissə qalır. Biz deyirik ki, müəyyən qədər bizim tutaq ki, təbii duzumuz var. Onun 95%, yəni %95'ə vururam. Nə elədir? 0,95 x'im nədir? Duz. Amma deyir, onun 5% nədir? Həll olmayan maddədir. Onda x'i %5'ə vururam. O da elədir 0,5 x'im. Düzdürmü? 5%'ni tapdım x'in. Baxın, deyir ki, neçə ton Naxçıvan duzu artıq miqdar suda həll edilən zaman 250 kiloqram həll olmayan hissə alınır. Baxın, 0,5 x'imi gətirib 250'yə bərabər eləyirəm. Buradan da x'i tapanda nə oldu? 250 vurulsun 100 bölünsün 5 kimi yazaram. Buradan da 25 ilə 5 ixtisar getdi, 5, 50 qaldı. Demək, x'im oldu nə qədər? 5000. Məndən amma nəyi soruşur? Neçə ton olmasını soruşur. Mən kiloqramla tapmışam x'imin əvvəlki təbii duzumun nə qədər olmasını. Amma bu nə edir? Deyir ki, mənə tonla de görüm neçə ton lazım imiş. O da oldu 5 ton. Ümid edirəm ki, aydındır. Sonra qızıl məmulatlarının əyarı onların tərkibindəki saf qızılın faizini göstərir və karat ilə ölçülür. Saf qızıl 24 karat olaraq adlandırılır. Bu qızılın 100% saf olduğunu göstərir. 12 karat əyarlı qızıl məmulatının 50% saf qızıl, 50% isə digər metalların qarışığından təşkil olunub. 18 karat əyarlı 20 qram qızıl zinət əşyasının tərkibində neçə qram saf qızıl var? Gəlin belə başa düşək. Əgər bizim qızılımız, bax dediyinə əsasən 24 karatdırsa, bu demək ki, nədir? 100% saf qızıldan ibarətdir. Amma mənə deyir ki, 18 karatlıdır. Baxın görün bu 18 karatlının qızılın həmin o ümumi qızılın neçə faizi qızıldır, neçə faizi digər metallardır. 24 karatım 100% idisə 18 karatım nə qədər olar? X'i buradan tapanda 100 vur 18 böl 24 neylədik? 6'ya ixtisar getsə 3, 6'ya ixtisar getsə 4. İxtisar getdi 25, 75%. Demək, mənim 75%-im, həmin o qızıl nə qədər götürmüşəmsə, onun 75%-i saf qızıldır, 25% isə digər metallardan ibarətdir. Mənim bəs qızılımı nə qədər verib? Deyir, 20 qram qızıl zinət əşyasının tərkibində neçə qram saf qızıl var? 20 qram qızıldır.
onun 75%. %75'ə vururam 20-ni. Tapıram ki, bu da elədir. Bu 4-də 3 idi. 4 ilə 20 ixtisar getdi 5. 5-i də 3-ə vuranda nə qədər? Demək, mənim o 20 qram zinət əşyamın 15 qramı oldu saf qızıl, 5 qramı isə digər metallardan təşkil olunub.